Peyğəmbərin möcüzəsi deyiləndə adətən Quran-ı Kərim nəzərdə tutulur. Bu Peyğəmbərin möcüzələrindən biridir. Amma Peyğəmbərin digər bir möcüzəsi də onun əxlaqı idi. Çünki dostlar, baxın, Peyğəmbər təzə insanları dinə dəvət edəndə hələ Quran-ı Kərim tam nazil olmamışdı. Quran-ı Kərim 23 il ərzində nazil oldu. Yəni Peyğəmbər təzə Peyğəmbərliyə seçiləndə və insanları dinə dəvət edəndə o insanlara kamil Quran təqdim eləməmişdi. Yəni indiki dövrdəki kimi deyil ki, insanları dinə çağıranda onlara Quran-ı Kərimi göstərirsən. Xeyr, Peyğəmbər hələ təzə Peyğəmbərliyə seçilmişdi və yavaş-yavaş ayələr enirdi. Amma Peyğəmbər insanların, belə deyim, ürəklərini fəth edə bilirdi, ürəklərini ələ ala bilirdi. Nəyin hesabına? Əxlaqının hesabına. Ona görə Quran-ı Kərim Peyğəmbərin əxlaqına xüsusi vurğu edir, onun əxlaqını xüsusi vurğulayır. Buyurur ki, İnnəkə lə'alə xuluqin azim, sən həqiqətən çox böyük əxlaq üzərindəsən. Əgər səndə biraz kobudluq olsaydı, biraz sərtlik olsaydı, insanlar sənin ətrafından dağlardılar. Baxın, Peyğəmbərin o əxlaqı ki, baxın, Quran-ı Kərimə baxanda Peyğəmbər nə deyir? Deyir, mən sizin aranızda yaşamışam, mənə inanmırsınızmı? Yəni, görün, insan nə qədər etibar qazanıb ki, insanlara Allaha çağırır, deyir, mənə inanmırsınız. Yəni, bu sözü demək, hər adamın işi deyil ki, mənə inanmırsınız, özdə belə bir iddiadır. Belə bir iddianın qarşısında adam gəlib nə deyir? Mənə inanmırsınızmı? Yəni, nə qədər hörmət qazanıb ki, bu insan o cəmiyyətdə öz ədaləti ilə, öz təmizliyi ilə, öz paşlığı ilə ki, qayıdıb insanlara deyir ki, bu qədər sizin aranızda yaşamışam, mənə inanmırsınız. Aydındır. Bu nədir? Bu da bir möcüzədir, əxlaq möcüzəsidir. Ona görə təəssüflər olsun ki, məsələn, heç bir kitabda möcüzələr sıralananda, sadalananda Peyğəmbərin əxlaqın möcüzə qismində qeyd olunmur. Halbuki, mənim şəxsi qənaətim budur ki, Peyğəmbərin də əxlaqı bir möcüzə idi və Peyğəmbər insanları tək Quranla dəvət etmirdi. Baxın, Peyğəmbər insanları tək Quranla dəvət etmirdi. Peyğəmbər insanları həm də əxlaqı ilə dəvət edirdi. Ona görə bu da bir möcüzədir.